Xeyli ağıdır da. Arzudur da. Arzu güya ki belə orada da Aslanın adını çəkirlər ki, Aslanla belə evləndi. Aslandan sonra o Samirə getməmişdi, sən Allah. Ay yaxşı. Yaxşı, Onun yaxşı adı. ay xanım. Yox, Oldu yox, xanım. onun adını çəksinlər də. Deyirəm Mən ki- sona Şalə xanım çox sağ ol canım mənim ay Vüsüş. Vüsüş qoşulmaq istəmirsən, deyək qoşmuşuq səni. Ay Şalə, deyək şeydəsən axı, müsafirdəsən. Dəhşət, dəhşət. Ay xanım, mən o Sona xanımın yanındayam, Barat kişinin yanındayam. Elə mən də onun Mən yanındayım. şəxsən, bax bir dənə söz deyim, yalan danışmaq istəmirəm. Mən oteldə biz qalanda 5-6 ay, Barat kişi orada bir 2-3 gün qaldım. Mətbəxdə görüşürdük də, biz mətbəxdə xörək pişirirdim. O da orada əyləşirdi, otururdu, çay zat verirdik ona. Səsi çıxmırdı o kişinin. Bilmirəm o onlara necədir. Mənim gözümdə Barat kişi yaxşı bir insan kimi qaldı da. Yəni ki, bəli, buyurun xanım, belə müraciət edir adama, ünsiyyət qurur belə, nətər deyim də, yaxşı adam kimi. Hətta Arzunun danışdığı ki, atam baxmayıb, nə bilim, nə, mən o onların şəxsi işidir də, başa düşürsün. Mən yenə də deyirəm, mən Sona xanımı anadır da, ana nə deyir? Ana deyir ki, ağıllı başlı otur. Mən sənə bir dəfə qulağımla eşitdim, mənim canıma gəlmişdi Sona xanım. Dedi ki, ay Esmira bacı dedi, mən ona deyirəm ki, otur, mən gedib süpürürəm, nə edirəm, sənə gətirəcəm, sən iç, otur evdə. Ay bacım, indi evlat pis olanda, evlat düz dinç dayanmayanda, bax bu yazıq valideynini, sonra deyirlər düz tərbiyə verilməyib. Əslində niyə tərbiyə verilmir? Deyir ki, əşi otur burada, mən sənə baxıram da. İç, otur, mənim evimdə otur. Bu ev sənin, eşik sənin. Mənim canımda da deyib, mənlə də danışıb o Sona xanım, onun anası. Arzu da belə nə bilim eyvallah, harda pis işlər var, hamısını Arzu. Allah haqqı, hə. Bax o Arzu. Çatışmayan şeylər var, bu Arzuya rast gəlir. Belə Valla deyir. mən Arzunu Mən xəstələndim. çörəyinizi yeməmişəm, məni saxlama. Az 16 yaşından mən də işləmişəm. Anamı imtina eləyim, anamı atardım çöllərə ki, anamdan ötürü bugün mənim burnumun ucu göynüyür ki, mən işləmişəm, kasıb olmuşuq işləmişəm də. Orada nə var ki, pis bir şey. Valla onun anası işləyir də, ona baxır da, çörəyini də verir, çayını da verir. Deyir, sizdən imtina eləyirəm, mən bu oğlanı tutmuşam, mən bunu atmaram, bunu kişi qoy. Kişilərə qoşacam. Hansı nə ilə balam? Zaur da dedi ki, Zaur da yaxşı bir söz dedi. Dedi 300 manatım vardı. Onu da xaçlamısan. Dedi hə, yeməyə zada vermişəm onu. Arzu dedi. Dedi o 300 manatı da xaçladın, qutardı. Nə ilə saxlayasın bu qədəni? Devirəm valla. Axşamınız xeyir olsun bacı. Axşamın xeyir xanım. Salam bacı. Salam bacı. Necəsən bacı? Qızlar, gəlin xahiş edirəm. Gəlin Arzunu burada təbliğ eləməyək. Yerdən qalxan gənclərimizə çox bir pis nəticədir. Uşaqlar, bilirsiniz niyə? Bu nə deməkdir? Çox xahiş edirəm onun adını çəkməyək, cəmaatın beyninə doldurmayaq. Mən çox nifrət edirəm o həyata, amma dünənlərim sizi axtarırdı Zaur bəy. Dedi Esmira xanıma deyin gəlsin proqrama. Mən baxdım, Esmira xanım istədi Arzu sizi Zaur bəy. Esmira xanım dedi gəlsin. Uşaqlar, belə şey təbliğ eləməyin. Vallahi çox pis vəziyyətdir. Valla biz təbliğ eləmirik. O prosto xanım Sona xanımdan söz düşdü. Danışmayaq, özümüzdən danışaq, deyəyin, güləyin, pişirməyimizdən. Bax, Esmira xanım gözəl şeylər danışır, deyək, gülək, qurban olaram sizə. Vallahi gələcəyimiz çox pis, barbat bir haldadır, çox. Yerdən qalxan nəvələrimizə yazığım gəlir, nəvələrimizə yazığım gəlir. Nəvə sözümə baxır ki, ay xanım, gör. Elə biz də ondan danışırıq da xanım ki, biabırçılıq da. Bilirəm, hamısı elədir. Adam utanır, yəni Allah haqqı utanır adam. Bir qadına deyiblər ki, sən ölümcül xəstəsən, bunun elədiyi hərəkətlərə bax. Ay bacı, Salə xanım çox ölümcül deyil ay bacı. Nə ölümcül? Vallahi büyüklərim də danışdı. Həkim. Həkim birinci elə dedi, sonra axı zəng eləmişdi. Dedi ki,
İndi dedi, bu gün yenə danışdılar Zaurla ki, ola bilər ki, o başqa bir yerindən pırtlayıb çıxa bilər. Ona Hərdə güvənmək yəqin, olmaz. ay Esmirə xanım, yəqin kişidir, quyulara düşsün. Kişi olanda başqa bir yerdən əmələ gəlir. Nəysə, ondan söhbət eləməyək uşaqlar. Danışın, gülün, havalar necədir, ondan danışaq, pişirdiyimizdən düşürdüyümüzdən. Səni gözləyir studiyada. Allah qoysa Bakıya gedəndə gedəcəm dostlar. Bəli, çağırdı, sizi çağırdı. Bakıya gedəcəm, bir 2-3 günə getməliyəm də, gedəcəm Fatih inşallah. dedi ki, hanı Esmirə xanım görsənmir? Niyə gəlmir dedi, burada görmək istəyirəm. Çox sağ olsun, çox var olsun Zaur müəllim. Heç bir iştirakçıya belə bir şey olmayıb ki, efirdə desin ki, kimsə görmək istəyirəm. Olubsa bilmirəm. Təklük olar yəni, amma çox bundan ikinci dəfədir Zaur müəllim. Keçən ildə belə olmuşdu. Keçən Bir ildə dəqiqə, mən deyir ki, qurs bərəsi. Mən ona baxmamışam. Deyib, o qız ailəli olsa öləcəkdi. Əlbəttə. Mən də 2 il keçən dedi sən hələ. 2 il açıq həkim dedi ki, açıqca dedilər ki onun üzünə 2 il sən ərlə yanı yaşaya bilməzsən də. Nə gədə gülür üzün çevirir rəyinə. Arzu da əli ilə belə eləyir ki, yəni vecimə də deyil. Allah. Özü də- Gədə deyəndə, ay xanım, o oğlan uşaqdır. 18 Uşaqdır. yaşında olmamış bir uşaqdır. Onun Analı- burnundan süd isi gəlir. Analığı dedi ki, yanvarda əskərə gedir bu. O oğlan prosto bilsiz uşaqlar ona nəyə çıxır. O da TikTok atsın, tanınsın, Hə. pul yığsın. Onun da bir oyunu var. Tadı getdi. Bəli, onun da bir oyunu var. Nə qədər ki orada qalıncan arzu var. Oradan çıxdı qutardı. Zaurun yerinə olsam, mən həmən onu oradan çıxardaram. Deyirəm, çıx get. Bura yataqxanadır sizin üçün. Hər gələn ilə bura. Gəlmisən, Bilirsiniz niyə, səhər daha xanım? gəlmisən. Bura gələn kimi bir dənə Zaur verilişi çox körrayıbdır. Zar orada Ana. elimdən xanım ayrı danışdı. şey danışaq da qurbanım, ayrı söhbət eləyək də. Onları niyə yığır ora? Bax onlar getsin Zaurun, də. xanım, Zaurun yazığı gəlir. Amma Ay, ki yaxşı onlar ki. da öz başınalıq eləyir də. Mən dedim, bildi gedəcəkdir. Hə, bilirəm Can, sağ olsun, var olsun. Hər bir iştirakçıya nəsib qismət olan bir şey deyil ki, məsələn, milyonların qarşısında aparıcı çağırsın, desin ki, məsələn, Esmirə xanımı dəvət edin. Keçən ildə belə bir şey olmuşdu. Gədəylə əvvəllərində Gədəylə videolar çəkib qoyur, gədə onun üzündən öpür. Plan eləyir, bəşməkən eləyir. dostlar, ayrı söz söhbət eləməyək, xahiş edirəm sizdən, ayrı söz söhbət eləməyin. Onu deyirəm də, çox sağ olsun, çox var olsun Zaur Bəxşəliyev, məni milyonların içərisində dəvət elədi verilişə. Allah razı olsun, çox sağ olsun, çox var olsun. Bu heç bir, orada nə qədər iştirakçılar var, yəni ki, milyonlarla insanların içərisində ora dəvət eləmək iştirakçıların heç birini mən görməmişəm, yəni ki. Bundan ikinci dəfədir ki, bir keçən il olmuşdu, bir də bu il oldu. Zaur müəllim dəvət elədi məni. Çox sağ olsun, təşəkkür edirəm. Bu da onun göstəricisidir ki, Zaur müəllim bizə hörmət qoyub, bizi çox istəyir ailəlikcə. Allah razı olsun. Allah düzdür, axır zamanlar bizimlə səndən əsər çatmayan o iştirakçılar tərəfindən bir şeylər var. Amma bu o demək deyil ki, ömrü boyu belə olubdu. Zaur Bəxşəliyev bizimlə sən çox böyük proyektlərə imza atmış birisidir. Yadınıza gəlir, insanların nə qədər pul yığırdı, xariclərə göndərirdilər, xəstələri müalicə eləyirdilər, başa düşürsünüz? İndi var, indi biraz çatmayan orada o iştirakçılar var orada, düzdür. Mən qeyd edirəm, ora zorla heç kəsi gətirib oturtdurmur Zaur müəllim. Dünən də demişəm, hər gün də deyirəm, onlar istəməsə gedib orada oturmazlar. Onlar istəyirlər ki, bu gedib orada oturublar, başa düşürsünüz. Zorla heç kəsi, zorla gözəllik yoxdur. Zaur müəllim zorla heç kəsi oturtdurub ora gətirib demir ki, zorla gəl. Bu biabırçılığı elə burada. O aparıcıdır. Nəyi görür, onda şeyləyir, müzakirəyə qoyur, başa düşürsünüz. Allah razı olsun, Allah razı olsun Zaur Bəxşəliyevdən, bizimlə səndən sayır, seçir bizi. Çox təşəkkür edirəm. Sağ olsunlar, var olsunlar dostlar.
Sizə də mən sonsuz təşəkkürümü bildirirəm. Mən canlıdaydım burada. Bir də gördüm ki, bu hamınız töküldünüz bura. Bizimlə sənə baxanlar. Esmira xanım, Zaur müəllim, Zaur müəllim. Ay, nə olub Zaur müəllim? Zaur müəllim sizi çağırır. Sevinə-sevinə üstümüzə gəldiniz. Çox sağ olun, çox var olun. Əlbəttə ki, TikTok'da az adam məsələn bizim səhifədə şeylər, amma cəmiyyət içərisində, çöldə, bayırda, Bakıda, məsələn, Zaqtalanın özündə neçə nəfər yazıb ki, bazara nə vaxt gəlirsən, gəl bizim yanımıza. Mən hər kəsə öz təşəkkürümü bildirəm. Bəli, insanlar nəyi görürsə, onu da sevirlər dostlar. Bizi sevməyənlər də var, sevənlər də var. Hər zövq məsələsi var. Başa düşürsünüz? İnsanların zövqü. Mən burada TikTok'da baxın necə otururam. Belə oturuşumla 3 ildir ki, belə otururam. Heç oturuşumu dəyişməmişəm. Ağzımın sözünü, söhbətimi bilən bir qadınam. Mən burada necə otururamsa, siz izləyicilər də elə mənə cavab yazırsınız, verirsiniz. Başa düşürsünüz? Pis sözünü aparanlara agresiya ilə pis yazırsınız. Yaxşı oturanlara, kübar özlərini aparanlara da yaxşı yazırsınız. Ona görə də hamınıza sonsuz təşəkkürümü bildirirəm. Elin gözü həqiqətən də tərəzidir və mən hər zaman demişdim ki, bax, efirə gələn insanlar gərək özlərini yığışdırsınlar, ora layiq olmağa çalışsınlar. Yəqin ki, mən 99% layiq olmuşam, yəni ki, bizimlə sənə. Ona görə də bugün Baxşı Əliyev mənim adımı çəkib, ona yenə də öz təşəkkürümü bildirirəm Baxşı Əliyevə, ümumiyyətcə bütün bizimlə sənə. Çox sağ olsunlar, çox var olsunlar. Allah uzun ömür versin sizə. Çox sağ olun canım mənim. Axşamı xeyir, ayesi. Aqil hanı görmürəm. Aqil valla bilmirəm. Gecə mən gördüm onu, canlıya girmişdi. Ondan sonra görmürəm Aqil. Aqil işləyir dostlar. Fəhləli eləyir, ustanın yanında işləyir, fəhləli eləyir. Aqil zəhmətkeş oğlandır. Aqil təsərrüfatçı oğlandır. Düzdür, arada olub ara gəzmələri, qapı uçmaları, belə şeyləri var da ara qatıb. Üzr istəyirəm, ara qatmaları. Zaur səni axtarır. Tapıblar məni, Mirzəyeva tapıblar canım. Esməni quş, Əhbər səndə bir kəlmə deyim çıxım. Esməni quş, Əkbər, səndə bir kəlmə deyim, çıxım, istə yatın görüm, amma onlardan danışmayın, siz Allah da, Əkbər, yorulmuşam mən, bax, yenə başlamayın. Elmir yazır, çıxın efirə, inşallah, Allah qoysa çıxarıq. Madəm ki, dəvət edirlər, yəni efirdə dəvət olmuşuq, əlbəttə ki, Zaur müəllimin sözünü yerə salmaram, çıxaram. Xanım, onların adını çəkmə, sən Allah da Əkbəri boş ver da, bırax. Gördünüz də, onların hayatsızlığını gördünüz də, abırsızlıqlarını görürsünüz. Danışa durmanı nədir? Bir kəlmə Əhbərdən deyəcəm. İndi barışıblar, fikir versən. Orada da hamısı qayıtdı, içi Zaur müəllim qarşı ki, bu oyundur. Bu oyundur. Ona görə ki, Zaur müəllimin bu oyunlardan xəbəri yoxdur. Onlar qrup kutu var, ha, o qırmızı kutu gəlib axı. Ona görə biraz barışıq əmələ gəlib. Fikir ver. Bu Əhbərə dəyin gərək ki, belə eləyir. Deyirlər ki, uşaq bizimdir, biz razılaşma yolu ilə güya ki üstü örtülü deyirlər, güya cəmaat başa düşmür, hamımız başa düşürük. Güya bunlar indi nəynəsə suyunu mayalanmayla mı, nəynə mi olsa o vaxt. Əgər heylə eləmişdilərsə razılıqla, bəs Əhbər niyə onu verirdi deyin qıyam. Ay xanım, mənə lazım deyil, istəmirəm, mən Əkbər söhbətinə burada yox, buradayam, 3 ildir ki. İndi də yox, barışıq əmələ gəlib, qız da deyir, mən boşanmıram, fikir ver. İndi büyünün müsüflər də qalxdı, Zaur da qalxdı ki, burada oyun var. Zaur dedi ki, mən bu oyunu Quranı tapacam. Görürsün. Görsən, bax belə, düz deyir də. Nə oldu? Deyirdiniz, Türkiyədə biz danışmışıq, məsləhətlaşmışıq, gəlmişik boşanma. Axı Zaura deyirlər. Zaur deyir ki, qızı Pərvini mən gətirtdim. Bir dəfə bilet aldım, yandı. İkinci dəfə bir də aldım, mən gətirtmişəm onu bura. Niyə körlüysən pulu? Neynirsən gətirib? Boşanır, o boşansın də.
Elə Əkbərdə mən elə düşündüm ki, Xanım Əkbərin hər istəmədim şeyin də üstən... yoruldum burada. Əkbər söhbətini Dayan. dinəm eləməyim. Əkbər elə Pərvinin Türkiyədən Yox. gəlməyini istəyirmiş. Özləri bilər can. Sağ olun xanım. Gecəniz xeyrə. Mən istəmirəm. Xeyrə qarşı, xeyrə qarşı. Allah. Əkbər, mənə Əkbər lazımdır. Zəhləm gedir onlardan mən. Yorulmuşam valla. 3 ildir mən Əkbərə qulaq asıram. Sən o verə qulaq asıram. Bir də şeyə qulaq asıram. Nədir onun adı? Onlara. Yenə hər nə qədər danışırlar ha o şeyi. Qızın anasının adı nə idi? Qaynanasının adı nədir onun? Vallahi o qadın bunlardan 1000 dəfə abırlıdır. Kim nə deyirdisin? Nə idi arvadının adı? Əşi qaynanasının adı nədir? Bəli, o İlahə xanım bunlardan 1000 dəfə abırlıdır yenə. Gördünüz, gəlmədi. Sarı müəllim sizi efirə dəvət etdi. Bilirəm canım, çox sağ olun. Təşəkkür edirəm. Sarı müəllim də sağ olsun. Ha da Əli bəbək onu deyirəm. Əli bəbək? Sən 200-sənsə daha nə deyim mən? Bu qədər biabırçılıq oldu. Heç o yazıq heç gəlmədi İlahə. Madem bozacaksın neyden? Xanım ən abırlı sizi. Sağ ol Eyşən canım mənim. Çox sağ olun. Onun içinde lütfen. Sən deyirsən bu... Səni şəxsən dəvət etdi. Sağ olsun. Siz də sağ olun dostlar. Sevinmişsiniz görürəm. Sevincək olmuşsunuz. Çox sağ olun. Sarı müəllim sağ olsun. Təşəkkür edirəm. Biraz zəng eləyir. Narahat olma, az qalıb. Əkbərin bu xanıma nə adiyyatı var? Nəyimə lazımdır? Mən daha yorulmuşam Əkbəri görməkdən, Əkbərin söhbətini eşitməkdən. Düzdür də, özləri oyun qrup gəliblər ora. Nəysə, ay dostlar, boş verin, özümüzdən danışaq. Mən yorulmuşam o arzu söhbəti, Əkbər söhbəti. Mən canım qədər istədiyim proqramda onlara görə baxa bilmirəm mən. Esi qaşını biraz qalınlaşdır. Samka yazır. Samka. Ay Samka. Qaşın birini qalınlaşdır, nazikləşdir. Parixmaxıra getmirəm. Evdə özüm belə eləyirəm. Başa düşürsünüz? O hala düşür. Getdiyim yer yoxdur da. Parixmaxırasa da getmirəm. Başa düşürsünüz? Nə var? Özüm eləyirəm evdə. Beni yoruldu artık bu beden mi şanssız? Ekran tıklayaq, hələ tıklamadan xəbərim yoxdur. Bu 16 minik hələ. Ay bizimkilər. İsxala Bakıya gəlmirsiniz. Gələcəm Allah qoysa. Salam eşinəcəksən. Salam. Bugün dostlar işlərimin deməli 90-80%'ni qutarmışam. Ot zat çalınmışdı da. Onları bütün sıyırdım. Bugün yandırmışam. Neden düzelttin beni? Yandır. Səhər 6'da düşmüşəm. Axşam veriş başlamamış. 6'ın yarısı evə girmişəm. Bax evə girib oturmuşam canlıda. Ora gedəndə Qazi əmisinin rəhmətə getməsinə görə baş sağlığı verində Qazi əmisinin Mahir deyir. Ay Mahir. Qazi əmisi rəhmətə gedib. Allah rəhmət eləsin canım mənim. Esi hansı modun mənim o biri profilimi səsçi atdı. Səbəb. Sevgi işığı. Sebebi ne yapacak? Sevgi hissi. Hansı səhifədir dinə? Burada mod yoxdur axı. Hardadılar bunlar? Modlar buradadır. Bilmirəm buradadılar yoxsa. Ya! Gülafət xanım deyir, salam, Esmira xanım Zavur sizi verilişə dəvət edir. Hamımız biliyoruz. Günəş işığı. Onu, kim attı ki onu? Modlardan kim var? Burada Qoçu dərəsi deyəsən var. Qoçu dərəsi siz elədiniz. Yok tane. Bilemezsin. Sağ olsun Zavur müəllim. Bilirəm, hamı deyir onu. Çox sağ olsun, var olsun. Allah razı olsun Zavur müəllimlə. Dənizin sənədişini həll etdiniz. Pasportunu gözləyirəm. Bəli, Bərdə şəhərində Sənubər xiyabanında dəfn olunub. Şəhidlər xiyabanında. Allah rəhmət eləsin. Ay Mahir. Kimden sanıyorsun? Ne oldu?
Niyə ay günəş işığı nəyə görə? Qoçu dərəsi deyil. Bax, Qoçu dərəsi günəş işığı deyil, mən blok elədilər. Kim elədi onu? Baxın, görün. Ay Qoçu dərəsi, xahiş edirəm, bir dənə bax görüm. Sən getdim, sənə deyim. Hə, canlıdan çıxandan sonra danışarıq günəş. Nənə blok eləmişəm. Salam, qoca qartal, necəsiz? Nənə blok necə olur? Nə var, nə yox? Yaxşıyam, sağ olun. Ay qoca qartal, təşəkkür edirəm. Necə olur? Nə? Bloku necə adam salır? Aa, bildim, günəş işığı. Sənin yazıların çox gəlirdi. Canım mənim çağırır, çox gəlirdi, spama gedirdik. Ona görə bəlkə o. Yazıq. Qoçu dərəsi bir dənə bax çıxar onu. Günəş xanlar blok atdıqlar sonra. Salam Bənövşə xanım, necəsiz? Polis idi, şərəfli insandı. Allah rəhmət eləsin. Mahir, Allah rəhmət eləsin. Kim? Bütün polislərimizin canı sağ olsun. Allah rəhmət eləsin. Ay Mahir. Nənə kim? Şəhid olub polisimiz bir dənə. Zalim müəllim sizi çağırırdı. Əzizov, eşitdim. Allah qoysa gedəcəm. Atanın əli qurusun. Qoy baxır. Ay günəş işığı. Mən sənə zəng eləyəcəm. Ay günəş işığı. Qarayeva burada blok olanda yazmaq olmur axı. Başqa səhifə ilə gəlib, sevgi işığı ilə gəlib. Salam Qarayeva, salam. Süleyman, salam, necəsiz? Yığacam, çıxan kimi yığacam günəş işığı. Ay dostlar, ekran tıklayalım. Ərə getdisə, getdim, qayıtdım. Saxlamadılar. Niyə? Kör peşman qayıtmışam. Niyə? Niyə oradasınız? Hardayam? Nigar da yaxşıdır, şükür Allaha. Bugün ikinci smendir. İşte. Geç çıxacaq işdən. Nigarın videolarına baxırsınız dostlar. Bugün tək baxmışam. Dəhşətə gəlmişəm o videolarına baxıb. Halal olsun ona vallah. Anasından keçib, anasından. Kır. Kır. Sizi verilişdə görmək istəyir. Verilişə gedəndə ki, sonra bilsin ki, bilirsiniz, birinci Qarabağ. Baş üstə deyəcəm, Mahir. Bir sözü 10 dəfə yazırsan, Mahir olmaz, deyəcəm. İsmail xanım, Ramyola xanım, salam. Ramyola, bir dəqiqə, qausdur var. Yoruldu artık bu beden. Nərgiz də buradadır. Ay Nərqu. Bəli, rayondayam. Salam İş xanım, Uzey salam. Sağ ol ay Nərgiz, ana qurban, salam. Nərgiz, qoşul da bir dənə danışaq, ana qurban. Zəhmət olmasa ekran bəyənin. Niyə rayondasınız? Ay bala, evimə gəlmişəm də, necə gəlməyəm? Ne olacak? Suçlu rayona gelmek. Evimə gəlmişəm də, ay bala. Ben sənədlərime göre gelmişim. Sevinç xanım, təşəkkür. Çox sağ olun canım mənim. Bugün Zahir verişdə sizi orada görmək istədiyini dedi. Sağ olsun Zahir mənim. Təşəkkür edirəm Zahir mənimə. İnşallah Allah qoysa. Salam İsxanım, Zahir mənim sizi verişdə görmək istəyir. Ramilə xanım, siz də sağ olun, yazırsınız. Bilirəm, həmən xəbər verdilər izləyicilər, sağ olsunlar. Zahir mənim də sağ olsun. İzləyicilər də sağ olsunlar. Zaqataladayam, ya Allah. Çift verilişə Esmira xanım, Ramilla. Ramilla xanım, bilmirəm, verilişə Esmira xanım. Qabağını oxuya bilmədim. Salam. Salam, Ceyran rəhmətə gedib. Əşi, sən də, sən Allah, dayan. Ceyran da gəlsəydi, bir yerdə gedərdik verilişə Ceyranla. Bacı, qol-qola girib. Əkiz bacılar. Adil babaya pis olmuşam. Adil babaya pis olmuşam. Baba? Deyirəm dostlar, pis evladı Allah heç kəsə göstərməsin. Uşaqları olan,
Mama istək attım. Atmamışsan gəlməyib Nərgiz. Mama? Xabar mı diyeyim? Hə, gəlib qoşuram. Nərgiz. Anacan, Ay can, necəsən? anacan, haycan. Ana qızım. Akşamın xeyri. Salam qızım, salam. Neynirsən? Sağ ol, şükür, elhamdülillah. Sən necəsən, nə var, nə yox? Hər kəsi salamlayıram. Hər kəsin axşamı xeyir olsun. Burada kim varsa. Necəsiz? Dəniz necədir, Ayma? Amma gəl dənizi bilmirsən, incidir ay Nərgiz. Hə?